Salamlar, hər biriniz xoş gördük əziz və dəyərli izləyicilər. Mən bu video dərs izahında hər il imtahanlara düşən iki dəyişənli xətti tənliklər sisteminin həllinin araşdırılmasının izahını verəcəm. Mövzuya keçid almamışdan əvvəl ilk növbədə qısa xatırlatma aparmaq istəyirəm ki, AX üstəgəl B bərabərdir 0 şəklində və yaxud da başqa kitablarda AX bərabərdir B şəklində olan ifadələrə bir dəyişənli, yəni bir məchulu tənliklər deyilir. Burada olan A hər hansı bir ədəddir. Misal üçün 8x bərabərdir 16 tənliyini yazıram. A və B ədədlərdir. X isə məchuldur, dəyişəndir. Burada bir məchul, bir dəyişən olduğuna görə bunun adı olur bir dəyişənli, bir məchullu tənliklər. Bəs iki məchullu necə olur? Onda AX üstəgəl BY bərabərdir C şəklində olan. Burada A, B, C hər hansı bir ədədlərdir. Misal üçün 2x üstəgəl 3y bərabərdir 8 tənliyimiz vardır. Burada x və y dəyişənlər olduğuna görə, bir-birindən fərqli olduğuna görə iki dəyişənli tənliklər adlanır. Yəni iki məchullu tənliklər də deyə bilərik, iki dəyişən də deyə bilərik. Məlum olmayan bunun kimi x və y formasında olarsa buna iki məchullu deyilir. Əgər hər ikisi x olsaydı yenə bir məchul sayılır. Çünki 2x topla 3x 5x-ə bərabərdir. Yenə bir məchul sayılır. Mütləq şəkildə bu hərflər fərqli olmalıdır. A, B ola bilər, C, D ola bilər. Yəni iki məchul olmalıdır, iki dəyişən olmalıdır. Ona görə də bunun adı olur iki məchullu, iki dəyişənli xətti tənliklər. İndi bu hissədə iki dəyişənli xətti tənlikləri bildiyimizə görə artıq iki dənə iki məchullu xətti tənlik yazsaq, onları bu formada AX üstəgəl BY bərabərdir C, digər xətti tənliyi A1 x üstəgəl B1 y bərabərdir CB şəklində yazsaq və bunları da bu şəkildə sistemə alsaq adlanır xətti tənliklər sistemi. Burada xətti tənliklər sistemini qeyd ediləndə bu işarəni bu şəkildə də göstərə bilərsiniz. Yəni sizə hansı rahatsa o formada yaza bilərsiniz. Adətən əl yazısı bu şəkildə göstərilir. Artıq biz bir dəyişənli tənlikləri, iki dəyişənli tənliklərin fərqini bildikdən sonra iki fərqli, iki dəyişənli tənlikləri qeyd edilərək sistem alırıq və əldə edirik tənliklər sistemi. Xətti tənliklər sisteminin həllini araşdırılmasının əsas 3 üsulu vardır. Bunu müxtəlif kitablarda başqa formalarda qeyd edə bilərlər. Məsələn, bəzi kitablarda tənliklər sisteminin həll üsulları, bəzi kitablarda tənliklər sisteminin əsas 3 xassəsi də qeyd oluna bilər. Amma din test toplarında, testlərin əvvəlində tənliklər sisteminin həllinin araşdırılması da qeyd olunur. Ona görə də mən də başlığı bu formada yazdım ki, hamı bu videoya baxaraq hansı mövzudan söhbət getdiyini və hansı testlərin həllərində tətbiq olunacağını bilsinlər. Birinci növbədə tənliklər sisteminin həll üsullarını 3 yerə bölürəm. Birinci həll üsulumuz yeganə həll üsulu vardır. Yəni bir həlli var. İkinci həllimiz sonsuz sayda həlli var. Sonsuz. Və üçüncü həll üsulumuzda isə boş çoxlu. Yəni həlli yoxdur. Ümumilikdə bir daha qeyd eləmək istəyirəm. Tənliklər sisteminin həll üsulunu araşdıranda ümumi forma, şəkil bu formaya düşməlidir. Yəni AX BY, C, A1x, B1y, C1. Burada y və x'in yeri dəyişmiş olsa, C bu tərəfdə olsa, onda düzgün həll üsulu olmayacaqdır. Bunu mən ədədə keçirə bilərəm. Misal üçün 3x üstəgəl 2y bərabərdir 5, 4x çıxılsın 5y bərabərdir 10 deyə qeyd edirəm. Və burada görürsünüz ki, A birinci x'in qarşısında olan ədəddir. Burada A1 4'dür. B 2'dir, B1 mənfi 5'dir, C'lər isə sərbəst ədədlərdir. 5, 10 olaraq qeyd olunur. Bunların yeri dəyişmiş olarsa mütləq şəkildə siz bu şəkildə bərabərlik qoyub birinci növbədə yerləri dəyişir. Birinci x, sonra y, sonra da C gəlməlidir. Ondan sonra artıq həllərini araşdıra bilərik. Birinci növbədə bu şəklə fikir vermək lazımdır. Bəs nə vaxt yeganə həll üsulu vardır? Əgər A bölünsün A1 bərabər deyil B böl B1 olarsa, burada sistemin yeganə, yəni bir həlli vardır. Nə vaxt sonsuz sayda həlli var? A böl A1 bərabərdir B böl B1 bərabərdir C böl C1 olarsa, tənliklər sisteminin sonsuz sayda həll üsulu vardır. Nə vaxt həlli yoxdur? Əgər A böl A1 bərabərdir B böl B1 bərabər deyil C böl C1 olarsa, onda sistemin ümumiyyətlə həlli yoxdur. Boş çoxluqdur, həlli yoxdur. Bunlarda sistemdə qrafiklər necə olur? Yeganə həlli olanda tənliklər sistemin qrafiki bir nöqtədə kəsişir. Bir nöqtədə. Burada mən belə qeyd edə bilərəm. Burada x, y deyə qeyd eləsəm, iki tənliyin qrafiki bir nöqtədə. Ona görə də bir həlli vardır.
Əlavə olaraq qeyd edilə bilərik ki, sistemdə verilən düz xəttlər kəsişir. Sonsuz sayda həlli olanda qrafiki üst-üstə düşür. Onda grafikini belə qeyd edə bilərik. Misal üçün qrafik əgər buradan keçən düz xətdirsə, digərdə üstündən keçir. Yəni eyni nöqtələr olmalıdır ki, üst-üstə düşsün. Onda əlavə olaraq qeyd edə bilərik ki, sistemdə düz xəttlər üst-üstə düşür və onların ortaq nöqtələri sonsuz saydadır üst-üstə düşdüyünə görə. Və həlli yoxdur da isə qrafiki paraleldir. Paralel düz xəttlər heç vaxt kəsişmir. Ona görə də onların ortaq nöqtələri olmayacaqdır. Bu şəkildə paralel düz xəttlər çəkə bilərik və bunlar kəsişmirlər. Onların ortaq nöqtələri də yoxdur. Bir daha uyumlu şəkildə təkrar etmək istəyirəm. A2 + B2 = C, A1x + B1y = C1 şəklində olan iki dəyişənli xətti tənliklər sisteminin həllinin əsas 3 üsulu vardır. Birincisi yeganə həlli var, yəni tənliklərin qrafiki bir nöqtə kəsişir və onların ortaq nöqtəsi bir dənədir. Sonsuz sayda həlli var, grafiklər üst-üstə düşür çünki bərabərdir bir-birinə. Həlli yoxdur da paraleldir. Grafiki də paralel düz xəttlərdir, yəni ortaq nöqtəsi, yəni kəsişən hissəsi yoxdur. Ona görə də onların həllərin sayı boş çoxluqdur. Həlli yoxdur. Yeganə həlli var, sonsuz sayda həlli var, boş çoxluqdur. Gördüyünüz bu 3 həll üsulu vasitəsilə bu mövzunun tənliklər sistemi həllinin araşdırılması başlığı altında olan bütün testlərini sadəcə və sadəcə bu 3 qayda vasitəsilə həll edə bilərik. Növbəti videomuzda, yəni bundan sonra gələn videoda artıq bu 3 qaydanı tətbiq edərək həll üsullarının izahını göstərəcəm. Sizlər bu videonu izləyərək bütün testləri rahatlıqla həll edə bilərsiniz. Mövzu izahından sonra test izahını izləməyi unutmayın. Növbəti videolarımızda görüşmək diləğilə.